Bəli, 100 vursun 42. Sıfırlar sağ gedəcək. 3 ilə də 42 sağ gedəcək. X də olacaq 140. Yəni Elə bil 100%. ki, 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Neçə faiz artımını bizdən soruşur, düzdürmü Zəhra? Biz bunu necə həll edərdik? Bəli, Bizim qaydamız necə idi bu mən sualları yazarkən? 30 üstə gəl, 30 vur x bölü 100 bərabər 42 yazmıyorduk? bəli, 2 3 X olacaq 140. Yəni 40 faiz. 40%. Bəli. Suallarda deyirdi ki, bunlar tərs mütənasib olaraq vurur. Burada 12-ni vuracam 4-ə, bərabərdir mənfi 3x. Burada 12 ilə mənfi 3x-a gedər, qalacaq bir dəqiqə. Hə, mənfi 3x bərabərdir 12, vurulsun 4. Burada da x-də şeydir, mənfi 3x ilə 12x-a gedəcək. Qalacaq yerində 4, mənfi 4. X-də bərabərdir mənfi 16. Afərin. Və yaxud da ki, sualı ən başından hesab apara bilərdin, düzdürmü? Bunların ikisini bu şəkildə hesab apardın, 4 qoyardın. 4 qoyandan sonra sürətdə 4 alındı. Burada məxrəcdə 4 alındı. Qarşıda mənfi olundu ki, bunları çarpaz vuranda eləyir mənfi 16. Ee, 7x xəbər 21, o deyir x xəbər 3. X-in yerinə 3 qoyuruq, 2 vurulsun 3, o deyir y xəbər 6. D variantı. Yəni x-in 3 qiyməti oldu, y-in də 6 qiyməti. 3-ə 6 koordinatı olmuş oldu. Tamamilə doğru. En büyük qiymətində 0,4-də dövrdə k, üstəgəlsin 0,k dövrdə 4 cəmi düzgün kəsirdir. K rəqəmdir. Müəllim, burada birinci bunu kəsrə formasına salırıq. 90-da 90-da 4k minus 4. Hı -hı. Sonra müəllim 90-da 4k minus k. Üstə K4. gəlsin. K4 minus K. Bəli. Çünki ədədi 90. çox uşaq burada 4K deyir. K4. Bu da 4K olur. Aha, sonra? Bu qədər yaza bildim. Tamam, indi birgə yazaq səndən Rəsul. Və burada 4K ədəddir də, onluq bir ədəddir. 2 rəqəmli bir ədəddir. Bunun açılışı necə olur? Hansı müəllim? Bu 4K-nın açılışı necə olur? 4k minus 4. Xeyr. Onluq ədəd 4 vurulsun k. AB ədədinin açılışı necədir Rəsul? Deməli görüm. 2 rəqəmli ədədinin açılışı necədir? 10 A üstə gəl B deyil. Bəli. Bu da eyni şəkildə. İndi buna tətbiq elə. 4k'ya. Bəli. 10 vur 4 üstə gəlsin k. Bəli, yəni 10 vur 4 40 eləyir. 40 üstə gəl K. Çıx 4. O birisi də 10 vur k üstə gəlsin 4. Bəli, bir də çıxılsın K yazırıq. Düzdürmü? Buradan onda K'lar gedir. Bəli. K'ların biri gedir. Sonra 4'lər də gedir. Onda yekuna nə qalır? 40 üstə gəl 10K bölünsün 90. Hər tərəfini 10-a böləkmi bunun? 4 üstə gəl K böl 9. İndi səncə K-nın yerinə hansı rəqəmi qoysam, bu 9-a tam olaraq bölünmüş olar. Daha doğrusu belə deyək də, K-nın hansı ən böyük qiyməti düzgün kəsir. Şərtə bölünmə demir, ha, düzgün kəsir olsun deyir. İndi K-nın yerinə qoysun, bu düzgün kəsir olar, Rəsul. Ən böyük. Nə qoya bilərsən ki, bu düzgün kəsir olsun? Ekran yox deməli məndə, ona görə baxamdım. Tamam. Biz deyək ki, burada K-nın qiyməti məsələn 5 qoysun, bu 9-a bölünər, amma 9-a 9 kəsiri düzgün olmayan kəsir olar, ona görə ödənməz. Amma K-nın yerinə ən böyük hansı 4? Mənim gəldi 5 olur, 5. Yox, 5 yox, 5 deyil. 5 qoysaq bu düzgün olmayan kəsir olar, amma K-nın Hə, düzgün olmayan deyil, düzgün olan 4. Bəli, 9-a 8 kəsiri olur, K-nın 4 qiymətində olur. Aydındır uşaqlar? Tamam, bir dənə söz soruşa bilərəm. Buyur. Burada niyə 4K
çıxılsın 4, K4 çıxılsın K yazıldı. Yəni ora Bizim tutulma qoydu ki. məsəl tutaq ki, desəm ki, Mətanət 90 deyəm dəqiqə 0,2 dövrdə 5 desəm, bunu düzgün olan kəsrə çevirsəm necə çevirsən? 90-da 25-dən çıxaram 2-ni. Niyə 25 yazdım bəs? Hə, bildim. Bu da 12. Bu bəndə düz xəttin özü eləyir 9 santimetrdə. Elə şey yoxdur. Yazmışam da. Bir görüm Rəsul. Düz xətt üzərindən 4 sm məsafədə yerləşən nöqtədən bu düz xətti hər birinin uzunluğu 5 sm olan 2 mayel çəkilmişdir. Mayeldən oturacaqlar arasındakı məsafəni tapılmalıdır. Birinci bir dənə düz xətt çəkirik. Sonra mənim ona düz bucaq perpendikulyar xətt çəkib 4 sm, 5 sm-lik elə bir ki, əyri xətt qoyuruq da mayellər. Bəli, biri budur, biri də budur. Afərin. Sonra Mayellərin oturacaq arası məsafənin soruşu müəllim. səncə Burada da Pifagora uyğun edirik də. afərin, afərin. Neçə eləyir bu tərəf? 3. Afərin sənə. Onda O birisi də toplayıb 6 eləyir. bəli, çünki bərabər yanlış bucaqda təpədən çəkilən hündürlük həm də mediandır. Ona görə də bu üstdürsə, bu da 3-dür. O da elədi 6. Cavab oldu 6 uşaqlar. Düzdür, elə qoymalısan. A-nın yerinə Sonra 5-i ortaq vurğu olaraq çıxardırıq. Qalır içəridə emin. 5-i necə ortaq çıxartsan? Bunların bir-birlərinə hasilini yazmalı deyirdin. 5 Mən sonra ortaq vurğu çıxardanda 5-i. 5-i 5, ortaq 5-i də 75-ə bölürük, eləyir 5-i ortaq 15. vurub çıxartmasan Yaşar. 5-i 5-ə vurursan nə olur? 25. 25 emin. Bərabər Hə. 75. O deyil. Hə. İndi bunları iki Bak. tərəf-tərəfə topla. Sonra 15 ilə 15 eləyir. A plus B tərəf-tərəfə birini toplayaq. 5 M üstə gəl 5 N. Bax indi 5-ə ortaq vurub çıxardırsan. M üstə Hə. gəl N. Bax indi hansı O ədədlərin deyil hasili? 6. Bir dəqiqə yenə yazılı şəkildə yazaq. Bu hansı ədədlərin hasili 3 eləyir? 6 eləmir özdə. 1 ilə 3. 1 və 3. Deməli birinə 1 qoyarsan, birinə də 3 qoyarsan, düzdürmü? Bu da neçə elədi? Bəli. 5 O vurdu. deyil mən. Bəli. 20. Mhm. Mən müsbət biri bir-birinə vuracağam. Mənfi ilə müsbət bir-birinə vuranda mənfi eləyəcək. Çıxılsın 1. Çıxılsın 4x-in kvadratı. Mhm. Üstə gəlinsin şeydir 12x. Burada 4x-in kvadratları x-a gedər. Çünki biri müsbət, biri mənfidir. İslah gedir, bəli. Bölməliyim. Sonra şeydir 12x bərabərdir 36. X də bərabərdir 3. Bəli, uşaqlar, bu qədər sadə bir sual idi. İkisi də bərabərdir, 3 vurub açdıq sadəcə. Bu müxtəsər düsturudur hazır şəkildə. Bunların hasili 4x kvadratı çıx 1 eləyir. Bu da çıx 4x kvadratı üstə gəl 12x elədi. Buradan x-in qiymət elədi 3. 3 üstü mənfi 2a vurulsun 3 üstü 6a ifadəsinin qiymətini tapın. Mən birincisində olacaq 3 mənfi 2 Hələ ki vurulsun vurma, bir dəqiqə. Əsaslar eynidirsə vurmadan eyniyirik biz. toplayırıq. Onu birbaşa birinci hesablayaq. Neçə eləyir bu 3 üstündə? 2 üstə gəlsin 6a. O da eləyir mənfi 4. Yox, müsbət 4a. Hı. Onu da 4, o da eləyəcək 1. Cavab 3. Bu da 3 üstü 1, o da elədi 3. Doğrudur. Yəni ki, bu da Y variantında 3 olur. Yəni tək-tək qoyub da hesablaya bilərdin sən yazdığın kimisə, amma o uzundur, vaxt aparır. Buna görə biz hasil deyil qüvvətlərini topladıq. Toplayandan sonra yekun 4 alındı. Alınandan sonra gətirib burada A-nın yerinə 4-də 1 qoyduq. 4-lə x-a getdi, qaldı 3. Mənim dairənin radiusu. Dairənin sahəsi düsturu pi kvadratdan sonra Mənim sonra ədəd yerinə qoyuruq 5. Bu deyil 25. yəni radius 5 dəfə artdı. Əvvəl r idi, sonra 5 r olsa, onda nə olur? Sahə 5 vurulsun. Bəli. 5 vurulsun 5 r-in mötərizə kvadratı olur. Bəli. Hı. Bu da bizə nə verdi? 25 s elədi.
Deməli, əvvəlki S idi, bu idi. Sonraki halda 25 S oldu. Yəni 25 dəfə artmış oldu. Bəli. Yəni bu şifahi bir şeydir. Ben Uşaqlar de. bunu deyək keçək. AC 7-dir, CB də 14-dür. AB neçə olur? 21. Ne başlayaq? Yəni nə yazaq? 2 vurulsun 5. Sonra digəri Əsma. 3. Elə bir Amerika kəşfiyyəsi idilər mən. 2 vurulsun 5 çıxılsın 4 üstə gəlinsin 2 vur 3. Onun üstüne 6 geldik. 16. 16'dan 4 çıktık 12. Dilim keçək. 30 neye bərabərdir? 2 vur, 3 vur, 5 düzdürmü? 36 neye bərabərdir? 2 vurulsun, 3'ün kvadratı vurulsun, 2'nin kvadratı. Bunu tapanı neyini yedik? En az götürdük. Düzdürmü? En az neçə eləyir burada? 2 ve 3'ün hasili, yəni 6. Bəs ekobun tapanı neyini yedik? Vurgulardan en çoxu götürdük. Yəni 3'ün kvadratı vurulsun, 2'nin kvadratı, bir de vurulsun 5. 9 vur 4, 36. 36'ın 5'e vurdunuz, elədi 180. Bu da ekobu. Y bərabərdir 5x çıxılsın 17 funksiyasının qrafiki üzərində yerləşən ordinatı 3 olan nöqtənin absisini tapın. Ordinat y-dir, absis də x-dir. Ona görə y-in yerinə 3 yazaram. Burada da 5x bərabərdir 17 üstə gəlsin 3, x də bərabərdir 4-ə. Bizə də deyir absisini tapın. 5'i vuraram 4 eləyər 20. 20 də bölərəm 5'ə 4. Yəni x-in qiymətini 4 olaraq tapmış olduq. Yəni eyni sualda ordinatı deyil, apsisi desəydi onda, deməli biz bunu nə edərdik? X-in yerine 3 qoyardıq. 5 vur 3, çıxılsa 17 olardı. Buradan da ordinatı tapmış olardıq. Bu deməli kubun neçə dənə olmuş oldu? 12 dənə 12. dil olmuş oldu. ehtimalının 7 misli, əlinin qazanma ehtimalı 2 mislidir. Buna görə də yarışmanın əlinin qazanma ehtimalı, mənim də axırdan başlayırıq da. Hı hı. Bəli. Əlinin deyir ki, necə deyim? Hə, mənim Vüqarın mən Vüqarın qazanma ehtimalını 2x götürsək, əlinin Həsənin də olacaq mənim 14 14x olar. Daha sonra əlinin də olacaq 7x. deyir ki, Həsənin qazanma ehtimalı bu Vüqarın qazanma ehtimalının 7 misli, əlinin qazanma ehtimalının 2 mislidir. Deməli, əlinin qazanma ehtimalının 2 misli bu 14x-dirsə, deməli, əlinin qazanma ehtimalı neçə x-dir? 7. Bəli, 7x-dir. Əlinin qazanma ehtimalı deməli 7x-dir. Bunları toplayanda olacaq 23x. Məxrəci olacaq 23x. Əlinin qazanma ehtimalı da 7x-dir. X-də xısa gedəcək, olacaq 23-də 7. Bəli, 23-də 7. Bu qədər. Gördün uşaqlar, maşallah, Zəhra nə gözəl də izahlədi. Bir daha təkrarlayaq. Burada şərtdə qeyd edirik ki, Həsən var, Əli var, Vüqar var. Biz Vüqarı ən başından 2x qəbul edirik. Yəni x də qəbul edirlərdi. Sadəcə x qəbul edəndə cavablarda kəsr alınası idi. Ona görə 2x qəbul edirik. Və 2x qəbul edəndən sonra Həsənin qazanma ehtimalı bunun 7 mislidir. Sonra deyir ki, Əlinin qazanma ehtimalının isə 2 mislidir. Əlinin qazanma ehtimalı nə olubdur ki, bunun 2 misli 14x-dir. Bax, biz bunu tapdıq. Bu da deməli əlinin qazanma ehtimalı da bunun deməli 2 qat az imiş. Ona görə 7x qəbul edirik. Bizdən şərtdə əlinin qazanma ehtimalını soruşur. Deməli onu 7x-i böldük bütün ehtimalı, o da 23x-ə, 7 bölünsün 23, yəni D variantı. Tamamilə Kvadrat vurulsun 3 kimi. Sonra mənə bu 2 üstü 4, onu elə yazarım, onu deyəsiydim. Bölünsün, aşağını tatam mən deyirəm. aşağıda Elə parçalanıb olduğu belirli kimi yazırıq saxlayaq. onu hələlik. Hı. Ondan sonra mən bu yazırıq 2 kvadratı vurulsun 2 üstü 2n vurulsun 3n üstün. Sonra mən 3n çıxılsın 1 ilə 3-ün eni ixtisar gedir.
Ətək usta, hələ ki birinci əsaslara baxaq görüm əsasları nə ediyorduk bu şəkildə olanda. Aynen əsasları şeydir. Bu 2 ilə 2 şey eynidir. Ona görə toplayırıq. O da deyir 2 üstü 2 en üstə gəlsin 2. Bəli, 2 üstü elə bil ki 2-lərə 1 baxsın. 2-nin qüvvətinə baxırsan ki 2 üstü 2 en üstə gəlir 2-dir. Aşağıda da Bir 2 dənə en var. plus 1-dir. Böləndə nə ediyorduk ki qüvvətlər çıxılır, düzdürmü? Bəli, çıxır. Qalır Sonra digərinə 1. baxaq, indi 3-ə baxaq. Sonra bax 3-dən də şeydir 2 en çıxılsın 1 çıxırıq. Hı -hı. O da deyir -1. Hələ ki tələsmə bir baxaq. Bu neçə elədi? Qüvvət. Hansı bir var? Ha, bu neçə elədi? O eləyir mənimlə 1. 2 üstü 1, bəli. Öbürsü də eləyir -1 var. 3 En çıx, -1. en üstə gəl 1 eləyir da, bu düzdürmü? Bəli. Enlər gedir, onda nə qalır? 1 Və qalır. qalır 1. Hə, o da çıxmır. Var ona görə o dəyişir. O da 3 şey mənimlə. O da 6. Bəli. Yazmışdın mən, eləmi? Yaşar. Necə? Yazmışdın mən onda sən bu sualı. Afərin. Ya, yarım yamalaq bəli. Qəşəng. Aydın oldu uşaqlar. Deməli bu tip suallarda yadınızda saxlayın ki, nə olur olsun, verilən ədədlər mürəkkəb ədədlərdirsə vurğularına ayrılmalıdır. Bu ifadə mürəkkəb olan sadəcə 4 və 12 idi. Vurğularına ayırdıq 2 üstə 2, 12-ni də 2-nin kvadratı vur 3, üstünə n şəklində yazdıq və daha sonra bunu parçaladıq, bu şəkildə ayrı-ayrı göstərmiş olduq. Daha sonra 2-nin qüvvətlərini 1 çıxmış olduq. Daha sonra 3-ün qüvvətlərini 1 çıxmış olduq. Eyni şəkildə 2-nin qüvvətlərini çıxanda bu hamısını eyni anda nəzərə aldıq və sonunda 2 üstü 1 və 3 üstü 1, da ya da 6. Ve çoxluqlarının elementlərinin sayı haqqında məlumat verilmişdir. 4 mötərizədə A ilə B-nin fərqi bərabərdir n A ilə B-nin birləşməsi olarsa n B ya B ilə A-nın fərqini tapın müəllim. Burada A ilə B-nin fərqi deyildiyinə görə 2x plus 8-dən çıxırıq müəllim. 4x plus 5'i. Yəni A ilə B-nin fərqi deyəndə biz Yalnız A'da 2x plus 8. 2x plus 8'i də vururuq 4'ə, 4 endiyinə görə. Bəli. Burada eləyir müəllim 8x plus 16. Yəni A ilə birləşməsi B-nin deyəndə birləşməsi hamısı. müəllim. Aha. Bəli, hamısını bir yerdə götürürük. 2x plus 8 gəlsin 3x. Burada bir yerdə eləyir müəllim. Bir yerdə eləyir 9x plus 14. Hı -hı. Bu tərəfə vurub açanda 9x plus 14 da bərabər eləyir 8x plus 16'ya. 32. Yəni 32 eləyir. Buradan da müəllim mənfi 1x bərabər olur. Mənfi Mənfi nə? 18 var yəqin. Bəli. X-də mənfi 18. Müsbət 18 eləmir. Mənfi 18-i mənfi 1-ə böləndə müsbət 18 elədi. Sonra? Rəsul, bizdən B fərqi A-nı soruşur, düzdürmü? Yox mən səsi bağlı danışırdım Caş. Burada mən X-i 18 tapdığımıza görə 4'ü vururuq 18 üstünə gəlir 5'i. Hı -hı. Bu da eləyir 72 üstə gəlsin 5, 77. Bəli, tamamilə doğru. Aydın da yəqin ki uşaqlar. 6, A10'u 5 verib CD-ni soruşur. Mən burada 6 bölsün CD yazırıq. Mən Burada görsənmir, o şəkildə bu belədir, bütöv belədir, görsən. Yəqin ki bu belədir, eləmi? Belədir. Hı -hı. Sonra? Mən burada AB-ni bölməliyik CD-yə, A10'u da bölməliyik OC-yə. Mən bu deyir 5 bölünsün 6, 6 bölünsün CD. Mən burada CD-ni tapmamız istəyir. 6 vurulsun 6 bərabərdir 5 vurulsun CD eləyir. 6 vurulsun 6 bərabərdir 36. 36 bölünsün 5, o da 7,2. OC 6-dır. Yəni şəkil düzdür, bu formada çəkdiksə biz. Mən CD-yə 7,2 düşür. Nisbətlər düz yazılmır axı belə olanda. Bucaq B ilə bucaq D bərabərdir. Burada başqa şərt var. Bucaq B ilə bucaq D bərabərdir.
Yəni burada xəttlər paralel deyil. Bucaq B-yə baxanda B-nin qarşısı budur. Eyni şəkildə D-nin də qarşısı budur və digər bucaqları da qeyd edirsiniz. Həmçinin bu bucaq bir-birlərinə bərabərdir bunlar. Məcburən artıq üçüncü bucaq da bərabər olmuş olur. Onda bu üç bucaqlar oxşardır. Və bu üç bucaqlar oxşar olduğuna görə tək xəttin qabağındakı 5-in 6-ya nisbəti bərabərdir. Qarşı bucaqlara baxsınız, 6-nın x-ə nisbətidir. Bu da neçə elədi? 36 bölü 5, yəni 7,2 olur. Aydındır uşaqlar. Yəni çarpaz vurub 5-ə böldük. Tamam. Bərabərdir. Sonra? Sonra mənim ayımdakı 12-dir. 12-dirsə mənim. Bu işarə qoyduğum bucaq neçə olur? Nə tapırdıq biz bunu? Ayım. O 90'dırsa bir tərəfdə olacaq 90. O 90'dır bəli. 30, 60, 90 görürəm mən burada. 90 qarşısı 12'dirsə 60'ın qarşısı A-dır. O da ki olacaq 6 kök 6 6 kök 6 3 olacaq. A, B. B olacaq 6 kök 6 3. Bura hipotenuzdur. Hipotenuz 12'dir. Aha. Katetin biri də 6'dır. Bu bucaq neçə Aha. dərəcədir? Sualım konkretdir. Əlavə danışma. 30'dur. 30'dur. 30 nəyə görə 30 oldu? Çünki Çünki Məhəmməd çünki qarşısı 30'un qarşısı x olur. 90 qarşısındakı 2x olur. bəli, 30-un qarşısındakı katet hipotenuzun yarısı olduğuna görə belədir. Digər bucaqda 60 dərəcə qalır. Bəli, Bizdən o da ADM bucağını sor. Bizdən ADM bucağını soruşdu. Bu bucaq 30 sə indi görüm. Bu bucaq neçə dərəcədə? O da 30'dur. O da Z 30-dur. var çünki. Bəli, paralellikdə Z qaydası var. Öyrəndiyimiz Z qaydası var burada. Bunun içində belə də baxanda görə bilirsiniz. Bu 30 sə Bəli. D bucağı neçə O da dərəcədə? 60'dır. Bu deyir 60. 60'ın qarşısı 12 veribdir. Və onu soruşmadı. Sənə Hə. sadəcə bucağı soruşurdu. Hə, əgər tapmalı olsaydıq, əgər Dın, hə. yaxşı yerə toxundun. 60-ın qarşısı əgər 12-dirsə, 30-un qarşısı və 90-ın qarşısı nə olasıydı? Mənim 60'ın qarşısı A kök 6 3 olur. 30'un qarşısı x olur. Ona görə də ki 12'nin böləsiydik A kök 6 3-ə. 12-nin böləsilik kökdə ölçə. Neçə düşür? Hə, bəli, kökdə. O da eləyir 12 kökdə 3. 12-nin kökdə ölçə bölü nə düşür yaşar? Mənim 3 4. 4 kökdə 3. 4 kökdə ölçü, bəli. Bu tərəf 4 kökdə ölçüsü, onda hipotenuz neçə eləyir? 8, bir də ki 30'un qarşısındakı 4 tərəfsə 8 kök 6 3. 90-ın qarşısı 2 qatı, yəni 8 kökdə ölçü Bəli, eləyir. 8 kökdə 3 olur. Bəli. 40%-in üçüncü gün, 5%-in üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Biz birinci 100x yazarıq, çünki kitabın səhifələrini bilmirik. 100x-dən çıxaram 40x-i, ondan da çıxaram 5x-i. Bərabər eləyər 55. Yox, hələ ki birinci 40x oxudu. Sonra ikinci Bəli, gün həmin o 100x-in 5%, 5x oxudu. Sonra üçüncü gün qalan 110 səhifəni. Qalan 110 səhifəni. Toplam belə 100x, bəli. 40 ilə 5x-i toplayıram. Eləyir 45x. 100-dən də çıxıram 45x-i, bərabər eləyir 55x. 55x qarşısına yazaram 110. Aşağı hissəsindən də 100 yazaram. 100 şey. Baxacam, hələ bir ikisi tap görüm, x neçə elədi buradan? Hə, burada 2 eləyir. X 2 elədi. Bütün neçə kitab neçə səhifə götürmüşdük başlanğıcda? 100x. 100x götürmüşdük. Yəni 200. 100 vur 2, 200. Budur yəni uşaqlar. Aydındır? Yəni burada deyə bilərdik ki, bəs qalanın 5%-ni tap. Bu zaman 100-dən 40-ı çıxardınız 60, 60-ın 5%-ni tapardınız. Amma sizə qalanın sözü demir. Eləcə ikinci gün 5%-ni deyir. Deməli, ikinci gündə elə 100x-in 5%-ni tapdı. Ona görə 5x oldu. Necədir bunun uşaqlar? 3 çıxılsın kökdə 10 müsbət yoxsa mənfidir? Mənfi. 3 çıxılsın kökdə 10 mənfidir, bəli. Çünki biz 3-ü kökdə 9 kimi təsir edirdik. Kök 9-dan kökdə 10 çıxanda cavab mənfidir. Yəni, ixtisar yerində elə bir ki, x-in qabağı mənfi qaldı. Belə düşünün. O da kiçikdir. 5/5. Bunu da qabağına mənfisini qoyaq. Mənfi 5/5. Hə, sonra nə olur?
Cavab nə olur uşaqlar? 6 Necə? -6. Xeyr. Mən hər tərəfini x mənfiyə vuranda x böyük olacaq 5,5-dən. Bəli, hər tərəfini mənfiyə vururuq və x işarə əksinə dəyişir. X böyükdür 5,5. 5,5-dən böyük olan ən kiçik qiymət hansıdır? 6. 6. Bəli. X bərabər 6. Burada deməli AB xətti çəkirik. AB-nin ortasında bir dənə C nöqtəsi var. Ona görə də ki 81-dən 1 çıxırıq. AC-dən 3K veririk. Yox, bir dəqiqə, bir saniyə. 81-dən niyə 1 çıxdın? Aynen ortada 85'ten C niye xətti var. Necə? Niyə 1 çıxdın? Ortada C xətti var. Sonra axırda üstə gələcək yenə biri. Yox, 1 çıxma səbəbimiz odur ki, denən ki, bax məsələn tutaq ki, bir cərgə var. Bu iki hissəyə ayrılıb, düzdürmü? Amma iki hissəyə ayrılarkən neçə dənə ağac əkmişik? 1, 2, 3. 2, 3. Yəni həmişə əkilən ağacların sayı hissə sayından daha çox olmalıdır. Ağac sayı əgər 85 dənədirsə, ayrılan hissələrin sayı deməli 84-dür. Bəli. Burada Sonra mənimlə 3x, 3k, 4k olur. Sonra toplayırıq 7k. 7k bərabərdir 84. K bərabərdir 12. Sonra da ki 12 üstə də 1 gəlir. Deyir ki bizdən C ağacı A-dan başlayaq neçənci ağacıdır. Deməli A-dan C istəyir 12 vuruq 3K-ya. A-dan C-yə bəli. O da 12-ni eləyir vurursuz 3-ə. 36. 36-nın üstünə də 1 gəldik. Çünki biz dedik ki, yenə də hissə sayı burada 36 hissə varsa burada C nöqtəsinə deyək, bu C nöqtəsidir. Burada 36 dənə hissə varsa, ağacların sayı 37 dənədir. Bir daha təkrarlayırıq. Ağac sayı hissə sayından bir vahid çoxdur. Hissə sayı ağac sayından bir vahid azdır. Əzbərləmənizə ehtiyac yoxdur. Şəkil olaraq göstərəndə baxanda görürsünüz ki, 2 hissə var, amma 3 dənə ağac var. Oldu mu uşaqlar? Biz 36 hissə tapdıq, amma neçənci ağacdır soruşur. C nöqtəsi C 37-ci ağac imiş. İti bucağının tənbələni trapesiyanın iki oxşar üçbucağa ayırır. Baxın, bu şəkildə trapesiyanı çəkirsiniz. Və deyik ki, iti bucağının tənbələni iki oxşar üçbucağa ayırdı. Biri budur, biri də budur. Və deyik ki, bu tənbələndir. Tənbələn olduğuna görə təbii ki, burada zigzag qaydasını xatırlayırıq. Buna da 90 tənbələn işarəsini qoyursunuz. Otacaqların deyək ki, 7 və 28-dir. Kiçik otacağı 7 yazırıq, böyük otacağı da 28. Və burada zigzag olduğuna görə, bərabər yanlı olduğuna görə digər tərəfə də 7 olaraq tapmış oluruq. Və bu bir iki oxşar üçbucaqdırsa, belə çıxır ki, bu bərabər yanlı üçbucaqdırsa, bu da bir bərabər yanlı üçbucaq olmalıdır və ona görə də bu hissələrə x və x deyə adlandıra bilirik artıq. Və daha sonra hər iki üçbucağa diqqət edirsiniz ki, hər iki üçbucağın oxşar olması üçün deməli nə edirsiniz? Baxın, eyni bucaq qarşısında duran bu tərəf 7-nin eyni bucaq qarşısında duran bu tərəf, yəni x-ə olan nisbəti bərabərdir qoyursunuz. Təzədən uşaqlar, bu üçüncü bucaq artıq kör bucaqdır. Kör bucaq qarşısında duran bu x-in, oldu mu uşaqlar? Bu üç bucağa görə də kör bucağımız bu olmalıdır. Kör bucaq qarşısında duran 28-ə olan nisbəti yazılır buradan. Başa düşdük uşaqlar? Buradan da x-in kvadratı bərabərdir 7 vur 28. Hər tərəfdən kök alanda, dedik ki, bu 28-i biz biraz daha aydın şəkildə təsvir edək. 28-i biz 7 vur 4 yazsınız. Hər tərəfdən kök alsınız. 2 dənə 7-dən 1 dənə 7 çıxır, 4-dən də 2 çıxır. 7 vur 2, bu da elədi 14. Aydın oldu uşaqlar? Başa düşdük? Başqa bucaq işarəsinin olduğunu qeyd edək. Yəni, bu sualda, məsələn, tutaq ki, bu sualın həllini heç bilmədiniz. Məsələn, ipucu öyrədirəm. Məsələn, tutaq ki, baxdınız və sualın həllini tapanmırsınız. Amma sualda nəyə diqqət eləməlisiniz? Ədədlərin ahənginə diqqət edin, həmişə demişəm. 7 və 28 bunlar bir-birinə vuranda neçə elədir? 196 eləyir. Təsadüfi 196 kök çıxan bir ədəddir. Məsələn, oradan da cavab olaraq düşünüb, təxmini olaraq 14 demək olar. Təbii ki, bunlar variant siz olduğuna görə yazılı həll edə biləcəksiniz, amma ədədlərə görə deyirəm ki, məsələn, bunu biz oradan da qısa yol kimisi yadınıza düşə bilərdi. Yəni, ümumiyyətlə, verilən suallarda
ədədlərə diqqət edin. Ola bilər ki, kök çıxan ədədlərsə, deməli kök çıxan misal olasıdır. İçində kök tələb edəcək həll olasıdır. Bunlara diqqət edin. Deyək ki, S2-nin sahəsi budur. Yəni bütöv düz zapının sahəsini bizə veribdir ki, şərtdə belə bir ifadədir, x kublu bir ifadədir. Birinci sözdə biz bunun vurğularını ayırmalıyıq. Çünki sözü gedən S2-nin qiymətini tapanda biz bu tərəfin x-2 olduğunu bilirik. Bu tərəfdə hər hansı bir çox ədədir ki, bunların hansı bizə S2-ni veribdir. Və S2-nin sahəsini tapanda burada bu ikisinə görə, bir də bu ikisinə görə baxsınız. X kvadratını ortaq bölüb çıxardaram. Düzdürmü? 7 qaldı, x üstə gəl 2. Digərini 8 çıxardıram, qalır x üstə gəl 2. Və daha sonra burada hər ikisinə görə baxanda x plus 2 ortaq olur. 7 nə qalır? X-in kvadratı üstə gəl 8 qalır. Aydınlaşa bir də baxaq. Deməli, düzəltmə formasının metal örtən sahəsi bu olan, tamam. X plus 2 ortaq çıxdı, 7 qaldı x kvadratı. X kvadratı üstə gəl 2 oldu, digərini də x kvadratı üstə gəlsin 8 olmuş oldu. Tamam, indi keçirsiniz uşaqlar S1-ə. S1-in sahəsini tapanda buradan da ortaqlıq olaraq çıxardaq ki, buradan x-in kvadratını çıxardarıq. Bu da elədi x üstə gəl 1, digərini də 12-ni çıxardarsınız. Bu da elədi x üstə gəl 1. Hər ikisinə görə x üstə gəl 1 ortaqlıq çıxarsınız. Bu da qalır x kvadratı üstə gəl 12 şəklində qalmış olur. Aydındır. İndi bizə uşaqlar, baxın, bu tərəf x-2-dir. X-2-dir və şərtdə deyir ki, deməli, bu tərəf S1-dir, bütöv olaraq da S2-yə bərabərdir. Deməli, biz S1-in sahəsi üzərinə nəyə gəlsək? Burada uşaqlar, başqa bir, çünki bu vurğularına ayrılmayası. Vurğularına ayrılsaydı əgər, vurğulara ayrılmış halını gətirib yerinə yazardıq, yox. Bu sualı başqa bir yol düşündüm. Bir dənə qoy bunu silim, başqa bir yol düşündüm. Baxın, şərtə əsasən diqqətli olaq. S1-in üzərinə, buna bir dənə tutaq ki, S yazar. S1-in üzərinə S gələndə bu bizə S2-ni verməlidir, düzdürmü? Bax, şərtə əsasən belə olur. İndi S1-in özünün düsturu nədir uşaqlar? S1-in özünün düsturu x kubu üstə gəl x kvadratı üstə gəl 12x üstə gəl 12-dir. Və bunun üzərinə S gələndə, yəni S gəlmək nə deməkdir bunun üzərinə? Bu sahənin gəlməyi deməkdir, düzdürmü? Bu sahədə m vurulsun, x çıxılsın 2 deməkdir. Bunu gələndə bu da bizə S2-ni verir. Yəni, x-in kubu üstə gəlinsin. 2x kvadratı üstə gəl 8x, sonra üstə gəl 16-nı vermiş olur. Sonra hər tərəfindən uşaqlar x kubları islah gedir. Hər tərəfindən x kubları islah gedəndən sonra yekunda qalanlara baxaq. İndi x-in kvadratı üstə gəlinsin 12x, üstə gəlinsin 12. Bir də bu mötərizəni vurub açaq. mx çıxılsın 2m yazaq. Baxın, burada mx çıxılsın 2m yazaq. O da bərabərdir. 2x kvadrat üstə gəl 8x, üstə gəl 16 olur. Və daha sonra uşaqlar x kvadratdan sağ tərəfi keçirdək. Olsun x-in kvadratı. Daha sonra bu 8x-i sol tərəfi keçirdək. Hamısını sağa keçirdək uşaqlar. Hamısını sağa keçirdək. 12x-i sağa keçirsək. Deməli, eyni şəkildə burada üstə gəl x-i ortaqlıq çıxardaram. Baxın uşaqlar 12x var, mx var, bir də 8x var. Hər üçünə görə baxanda x ortaq çıxardarıq. Bu da 8 üstə gəl 12. Çıxılsın m eləmiş olur. Daha sonra mənfi 2m də sağ tərəfi keçirdəndə bu da eləyir 16 üstə gəlinsin 2m şəklində yazmış oluruq. Bərabərdir 0. Bu ifadəmiz oldu bu şəkildə. Və bizə deyir ki, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var deyir. X-in hansı ən kiçik qiymətində. Biz demişik ki, xatırlayırsınız suallarda əgər hansı ən kiçik qiymət və ya hansı ən böyük qiymət tap deyəndə necə tapırdıq uşaqlar? Özü məhsulun adını çəkərəkdən soruşan necə tapırdıq bunu kim deyər? Uşaqlar kim deyər? Məhsulun adını çəkərəkdən tapan nə edirdik bu suallarda? M düsturundan. Necə? M düsturundan. Aha, bunu kim edir deyər? Nazənin? Bəli. M düsturu necə edir Nazənin? Mənfi b bölünsün 2a. Aferin. M təpə nöqtəsinin absisinin düsturu mənfi b bölünsün 2a-dır. Və bu sualda b-nin yerində dayanan bu ifadədir. Bir də bunu biz mənfiyə vuraq. Düzdürmü? Mənfiyə vuranda 20 çıx m-dir. Bunu mənfiyə vuranda m çıx 20 olur. Bölünsün 2 vurulsun. X kvadratının əmsalındakı a-nı ifadə edir 1. Yəni 2 vur 1. O da bərabərdir. Təpə nöqtəsinin absisini tapmış oluruq biz bu şəkildə. Düzdürmü uşaqlar? Baxın, təpə nöqtəsinin absisini tapırıq bu şəkildə.
Bu da bizə nə verdi? 2x bərabərdir m çıx 20. Hətta bizə deyir ki, x-in m n-ini x ilə ifadə edin deyir. M-i x ilə ifadə edin deyir. Deməli, biz burada m tapası olsuq, 2x üstə gəlsin, 20 olaraq tapmış oluruq. Sualın sonunda bir də deyir ki, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var. İndi sizcə uşaqlar biz bu tənliyi bu şəkildə alandan sonra burada x-ə yenə ən az hansı qiymət qoya bilərik? Hə? Məsələn, x-i yerə sizcə 1 qoya bilərəm? Ya da 0 qoya bilərəm sizcə? Yəni, qoya bilərəm səncə? Bəli. Xeyr, qoya bilmərəm. Çünki uşaqlar, mən x-i yerə 1 qoysam, 0 qoysam, bu tərəfə diqqət edin, bu tərəf nə alınır? Mənfi alınır. Düzdürmü? Bəli. Onda x-in yerine nə qiymət qoyaram? Ən az halda 2-dən böyük qiymət qoyaram. 2-dən böyük hansı qiymət qoya bilərəm? 3. Mütləq ki, həndəsi fiqurlar yazarkən, işləyərkən diqqət edin ki, tərəflərin qiyməti həmişə müsbət olur. Mənfi deyə bir anlayış yoxdur. X-ə hansı qiymət qoyursunuz deyə mən sual verəndə artıq düşünməlisiniz ki, görəsən x-ə hansı qiymət qoya bilərəm? Tərəflər müsbət olasıdırmı, olmayasıdırmı? Gördüyümüz tərəf sadəcə budur, x çıxılsın 2-dir. Deməli, həmin tərəfdə müsbət olmalı deyil, x-ə 2-dən böyük qiymət qoyarıq, bu da eləyər 3. Aydındır. Və m-in də x-də ifadə olunmuş halı budur. Bir daha təkrarlayıram, aşağı üstünə bir də keçim, sonra o bir sualda baxaq. Deməli, şərtdə qeydlədik ki, bu S1 sahəsidir, bu da S sahəsidir. Bunların toplamı bütöv S2-ni verir. S1-in sahəsini tapanda, deməli, biz neynədik? S1-in yerinə öz ifadəsini qoyduq. Baxın, bu ifadəni qoyduq. S-in sahəsini tapanda bu hissənin sahəsinə baxdıq ki, n uzunluğudur. Yəni, n vurulsun, x çıxılsın 2-dir. Bunların hasillərinin toplamları, yəni bu toplamlar bizə bütöv S2-nin sahəsini, yəni bu sahəni vermiş olar, onu da bura köçürdük. Sonra sadələşdirmə apardıq. Sadələşdirəndən sonra yekun hissədə alınan kvadrat tənliyimiz budur. Kvadrat tənliyi bu şəkildə gətirəndən sonra bizə deyir ki, təpə nöqtəsinin absisi tapdıq. Nəyə görə tapdıq? Çünki deyir ki, x-in hansı ən kiçik tam qiymətində məsələnin həlli var deyir. Və x-in hansı ən kiçik qiymətində məsələnin həlli var dediyinə görə bizim ifadəmiz məsələnin həlli ola bilməsi üçün x-in ən kiçik qiymətini tapmalıyıq. Düzdür, biz m-ni x ilə ifadə elədik, birinci növbədə bunu yazmış olduq. Və daha sonra da x-in hansı kiçik qiymətində həlli olduğunu tapdıq. Onu, məsələn, sadəcə sonuna cavab yazmağa qalanda heç əslində yəqin ki, başqa şeylə həll etməyimizə ehtiyac qalmazdı. Sadəcə bu tərəfin, hər hansı bir tərəfin sıfırdan böyük götürüb, 2-dən sıfırdan böyük götürərdik, oradan da 2-dən böyük qiymət tapa bilərdik. Amma ola bilər ki, yekunda məsələn, elə ifadə alınardı ki, burada, tutaq ki, deyirəm, 2x çıxılsın 20 alınardı. Biz burada deyərdik ki, x-in qiyməti 20-dən böyük oldu. Yəni, 2x də böyükdür 20-dən, x də böyükdür 10 ola bilərdi. Amma bu tərəf onsuz da müsbətdir deyə, x-in qiyməti üçün sadəcə bu x çıxılsın 2-ni sıfırdan böyük götürməyimiz bizə kifayət elədi. Aydın oldu mu uşaqlar? Yaxşı, keçək növbəyə. Uşaqlar, çevrənin tənliyinin tapılma qaydası var idi. Çevrənin tənliyi x çıxılsın a-nın kvadratı üstə gəl y çıx b-nin kvadratı da bərabərdir r-in kvadratı şəklində tapılır. Burada deməli biz burada tənliyi qurmaq istərsiniz. X kvadratı üstə gəl x-ə görə baxırdıq və buradakı x-in əmsalı 1-dir. Həmin bax bu əmsaldakı 1-i bölürdük 2-yə, x üstə gəl 1 bölünsün 2. Mötərizə kvadratı yazırdıq. Həqiqətən də buna müxtəsər modüsü kimi açında fikir verin. İnşallah x kvadratı üstə gəl x alınır. Üstə gəl bunun kvadratı yəni 4-də 1 alınır. Düzdürmü? Yəni bu ifadə alınır. X kvadratı üstə gəl x alınır və burada üstə gəl 2-də 1-in kvadratı olduğuna görə çıxılsın 2-də 1-in kvadratı yeni 4-də 1 yazırıq. Daha sonra üstə gəl yazırsınız. İndi y-in kvadratı çıx 5y-dir. Biz bunu da yazırıq ki, y çıxılsın 5 bölünsün 2-nin mötərizə kvadratı qoyuruq. Yenə də buradakı əmsal nədirsə bunu 2-yə bölürsünüz. 5 bölünsün 2-nin kvadratı yazırıq. Sonra daha sonra bu ədədin özünün kvadratını özündən çıxardırıq. Yəni 5 bölünsün 2-nin kvadratı 25 bölünsün 4-ə 20 uşaqlar. Bunu da çıxardırıq. O da bərabərdir 29,5 eləyir. X üstə gəl 2-də 1-in mötərizə kvadratı, o da üstə gəlsin y çıxılsın 2-də 5-in mötərizə kvadratı bərabərdir. 4-də 1 0,25-dir. 25 bölünsün 4, hətta bunları bu 1 yazaq. 26 bölünsün 4 olur da. Qabaqlarına 2 mənfini toplayırıq, qarşısına mənfi qoyuruq. Mənfi 26 bölü 4, o da elədir mənfi 13 bölünsün 2 elədir. Yəni bu mənfi 6,5-dir. Mənfi 6,5 sağ tərəf keçəndə müsbət 6,5 olur. Yəni bu 29,5-in üzərinə 6,5 gəlmiş oluruq. Bu da eləyir 36. Yəni diqqət elədirsə, radiusun kvadratı 36 elədirsə, onda radius elədir 6. İndi deyin görün, kvadratın daxilinə çəkilmiş çevrənin radiusu əgər 6-dırsa, kim deyər, kvadratın tərəfi nə olur?
Tamam Şafak. Kvadratın tərəf nə olur? Kvadratın daxilinə çəkilmiş çevirən radisi 6-dırsa, bir şəkli belə olaraq, təsvir olaraq çəkərək göstərim. Bax, 12, necə? 12, Aferin, bəli. Daxilə çəkilmiş çevirən radisi 6-dırsa, bütöv tərəf bunun 2 qatı olur, 12. Tərəf 12 olan kvadratın sahəsi nə olur? 144. Aferin, 12'nin kvadratı bu da 144. Aydın olduğu Şafak. Sahəsi oldu 144. Evet, əziz şagirdlər, bu sualımızda incə bir səhvimiz olubdu, hesablama səhvimiz olub, buna bir düzəliş edək. Bu sualda əslində biz nə etməliyik? Orada deməli, tərəf-tərəfə çıxaq, bax, elə bir ki, istəyirsə bu ifadəni bunu çıxın ya da tam tərsi necə istəyirsə, burada x-2-ni tək saxlayaq və daha sonra bu ifadədən bunu çıxaq. Və bu ifadədən bunu çıxanda x kublarımız gedir. 2x kvadratından x kvadratını çıxardanda sadəcə x kvadratı qalır. 8x-dən 12x çıxanda mənfi 4x qalır. 16-dan 12 çıxanda isə müsbət 4 qalır. Bu da bizə x çıxılsın 2-nin mötərizə kvadratını verir. Yəni, belə çıxır ki, n vurur x minus 2 bərabərdir. X minus 2 eləyir. Buradan da n bərabər x minus 2 alır. Biz orada ifadəni ən kiçik qiymət kimi tapmışıq. O şərt bizi çaşdırdı. Amma şərtdə elə demədi. Sadəcə sonda x üçün qoyacağımız qiymət ən kiçik nə olur? Onu nəzərdə tuturdu. Və sonda x üçün qoyacağımız qiymət həm bütün tərəflər müsbət olar, həm də aldığımız nəticədə də m-in tərəfi də, m-in ölçüsü də müsbət olmalıdır. Bu da müsbət olmalıdır. Yəni, bütün tərəflərin ölçüsü müsbət olmalı olduğu üçün x çıxır 2 böyükdür 0-dan, x də böyükdür 2 olur və 2-dən böyük ən kiçik qiymət olaraq qoyacağımız qiymət də x-in 3 qiyməti olar. Əgər şərtdə tutaq ki, məsələn, ola bilərdi ki, biz burada x çıxılsın 3 olardı. Amma siz buradan tapdınız, n-in qiymətini x minus 2 tapardınız. Yenə də diqqət edin ki, burada x minus 3-ü də 0-dan böyük götürməliydiniz. Bu dəfə də x də böyükdür 3 alınardı. Yəni, bu zaman ən kiçik qiymət 4 götürəsiydiniz. Yəni, bu şərtlərə diqqətli olaq. Növbəti sualda görüşərik. Hər iki suallar hazırlayıram.